Ermənistan və Azərbaycan arasındakı sülh prosesini dəstəkləyirik. Estoniya hain. Estoniyanın Xarici İşlər Naziri Margus Tsahkna aprelin 9-10-u da Ermənistana rəsmi səfər edəcək. Referans media Teleqrafa istinadla xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində İrəvanda Estoniyanın səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Tsahknanın Ermənistan prezidenti Vakhin Xaçaturyan, baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və həmkarı Ararat Mirzoyanla görüşləri nəzərdə tutulub. Görüşlərin yekunu olaraq tərəflər arasında əməkdaşlıq memorandumu imzalanacaq. Qeyd edilib ki, Estoniya Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, habelə İrəvanın Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmasını dəstəkləyir, eyni zamanda rəqəmsal, kiber və iqtisadi sahələrdə tərəfdaşlığı genişləndirir. Danışıqlarda regional təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzuları olacaq. Həmçinin viza liberallaşdırılması üzrə dialoq, eləcə də ticarət dövriyyəsinin artırılması məsələləri nəzərdən keçiriləcək. Müharibə bitdi, Ayətullah, Uran raket yerindədir. Abşeron müharibəsi demək olar ki, başa çatıb. Ayətullahların gücü, zənginləşdirilmiş uran raket proqramı, proksi qruplar yerindədir. Axar az xəbər verir ki, bunu Rusiyalı politoloq Aleksey Naumov deyib. Hava hücumları nəticəsində məhv edilmiş şaxtaları və raketləri həmişə bərpa etmək olar. ABŞ və İsrail başa düşdü ki, məqsədlərinə çatmayıb və müharibənin uzadılması onlar üçün vəziyyəti daha da pisləşdirəcək. Buna xal itirmək deyilir. Tərəflər indi müxtəlif 10 maddəlik planları müzakirə etmək üçün geri çəkildi, lakin yaxın zamanlarda müharibənin əvvəlki intensivliyinə qayıdış olmayacaq. Amma dünya Əbu-Dabi və Dubayın yanan göydələnlərini, Trumpın isterik məğlubiyyətlərini və İranın olduqca təsirli asimetrik taktikalarını xatırlayacaq, o bildirib. Hər şey həll olunmuşdu. Son anda xəbər aldıq ki, İsrail heyrət içində. ABŞ və İran arasında atəşkəs razılaşması İsraili qarışdırıb. Global Info az xəbər verir ki, bu barədə KN dövlət televiziyası məlumat yayıb. Prezident Donald Trumpın qərarı bizi təəccübləndirdi. Hər şey həll olunmuş kimi görünürdü, amma son anda atəşkəsdən xəbər aldıq, deyə adı açıqlanmayan bir İsrail rəsmisi deyib. O, Təl-Əvivin atəşkəsə sadiq qaldığını əlavə edib. Lakin İsrail müxalifəti atəşkəs qərarına mənfi reaksiya verib. Müxalifət lideri Yair Lapid qeyd edib ki, İsrail tarixində heç vaxt belə bir siyasi fəlakət yaşanmayıb. Milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən İsrail hətta danışıqlar masasında belə deyildi. Baş nazir Benyamin Netanyahu siyasi, strateji cəhətdən uğursuzluğa düçar olub və qarşısına qoyduğu məqsədlərdən birinə də çata bilməyib. Onun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmanın olmamasının yaratdığı ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq.